Dünya görüşümüzü kökündən dəyişəcək 3 dənə kitabdır. O, Yəni yəqin ki, adı bu Leyla addan başqa. dünya görüşümüzü kökündən dəyişəcək 3 Almafobiyalılar demək olmaz. kitab. Təbii ki, əslində belə yüzlərlə kitab var. 3 kitab. Biz Mən hər istəməzdim motivasiya xarakterli kitablar. Yəqin siz özünüz bu haqqda məlumat verirsiniz. Mən məsələn özümə təsir eləyən, düşüncələrimə təsir eləyən Lev Tolstoyun Etiraf. Gözəl. Bu kitab hətta Azərbaycan dilində var. Yəni asanlıqla əldə edə bilərlər. Bir onu deyim, bir də yəqin ki, onu deməliyəm. Hər kəs bilsə də Viktor Hugo'nun Səfirləri. Səfirlər. Bir də məsəl üçün sırf bir kitab deməzdim, amma Anton Çexovun hekayələrini oxumağı tövsiyə eləyərdim.